Mövlana Muhammed Füzuli buyurur: Gün ki sayən düşdüyü yerdən durar, bir vəçhi var, gəlsə ali qədrilər, fəqr əhdi durmaqdır ədəb. Yəni gün ki sənin kölgənin düşdüyü yerdən çəkilər, durar. Bunda bir səbəb var. Qədir-qiymətli şəxslər gəldikdə fəqirlər, yoxsullar, təvazu əhli oradan çəkilər, ayağa durur. Seyid Əzim isə buyurur: Aşiq decil əgər üzüvə gün, nədəndir bəs? Hər gün düşüb ayağının altında pəst olur. Yəni əgər gün sənin üzünə aşiq deyilsə, bəs niyə hər gün ayaqlarının altına düşüb ayaqlanır? Ədəbiyyatşünaslıqda bu yanaşma hüsn-i təlil sənəti adlanır. Belə ki, hüsn, gözəllik, təlil, sübuta yetirmə, əsaslandırma mənalarını ifadə edir. Yəni hərfi mənada əsaslandırmanın gözəlliyi. Füzuli kölgənin yerə düşdüyü zaman günün oradan çəkilməsini, Seyid Əzim Şirvani isə günün şüalarının yerə düşməsini hüsn-i təlil sənəti ilə bədii, fərqli şəkildə izah etmişdir.